Söhbət müğənni olmaq deyil də, yəni məşhur olmaq, Bütün qazancları da bu sənətə yatırırsan. bir qəpiyinə kimi. Geyim tərzin həm bəyənilir, həm qınanılır. Oxuyanda nə reaksiya verirsən? Kim qınayır? Hə, var. Mehin Ümbətova tanıyırsan yəqin ki. Heç səhnə müğənnisi deyil, studiya müğənnisidir. Müğənni yəqin gözüdür. Bir də gələcəyə baxırsan. Nə görürsən? Xoşbəxtdir. İndi də eləyəm, gələcəkdə də elə olacaq. Ulduz olmaq üçün bu qədər sadəlik lazımdır mı? Əsl ulduz olmaq üçün sadə olmaz. Amma güzgüyə baxmışam da, özümə görmüşəm, demişəm ki, səndə nəsə var. Demisən ikinci röya bu sənətdə var deyə. Rəqib olmaqdan qorxdunmu? Nədən qorxacağam? Mənim gözümü açdılar. Fanatlarından söhbət düşəndə deyirlər ki, hissin fanatları uşaqlardır. Həmin uşağın 20 yaşı var, heç uşaq deyil. Yaxşı ki varsan dediyin insan varmı? Var. Nə vaxt sənə 6-8 oxuyan görə bilərik? Nəfəsi vəfanı o bayağı oxuyanlar deyirlərdi. Onları göstərdilər. Doğrudan mı qulaq asmamışdın yoxsa tanımırdın? Mən o mahnını niyə dinləyim? Sən özün mədəniyyətimizə nə verirsən bəs ifandan? Çünki sənin ifan da bəzilərinə çatmır. Prometeydən ayrılmısan bildiyim qədərindən. Bəyənmədik klipi. O qədər pul vermişik. Özün üçün sərhədlərin var sənin. Qısa giyinmək. Sonra nə var? Özü də qısa giyim olacaq. Sən nə aşirist adamsın. Bu qısa deyil. Bir dənə söz deyim. Bu qısa deyil. Hər zaman yanımdasınız. Əlasınız. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Hiss necəsən? Yaxşı. Həmzə, sən necəsən? Yaxşı olsun. Səni görəndə pozitiv alırıq. Bu enerjinin mənbəyi hardandır? İç dünyamda da yəqin ki elə. Sən yəni həyatda da beləsən yoxsa Pozitiv. Ya belə də yəni əslində pozitivəm, amma arada tək qalanda belə şey oluram. Normal olaraq hamı kimi. Çünki bütün pozitiv insanların əslində içində məncə Adətən ona görə sual verdim. Sualı başa düşmədim. Ya əslində söhbət müğənni olmaq deyil də, yəni məşhur olmaq, sevilmək, daha çox tanınmaq. Və yəni biznes analitikdə, riyaziyyatda da çox yaxşıyam. Amma sənətdə daha yaxşıyam məncə. Bu sualı elə belə vermədim. Gənclərə örnəksən bir növ. Yəni məqsədin olur, məqsədin arxasından gedirsən, bütün qazancları da bu sənətə yatırırsan. Bəli, bəli, hamısı. Bir qəpiyinə kimi. Tərzin və bəzən oxunuş tərzin, eyni zamanda geyim tərzin həm bəyənilir, həm qınanılır. Oxuyanda nə reaksiya verirsən? Kim qınayır? Hə, var, qınayan da. Qınayan da hamının öz pəncərəsi var. Yəni zövq məsələsidir. Yəni bu mənim iç dünyamdır. Mən onu özümdə görəndə güzgünə xoşbəxt oluramsa, bu çox yəni çox da fikir vermirəm əslində deyilənlərə, amma çalışıram, yalan deməyəcəm. Yəni çünki hər yerdə çox olur, amma qarşıma çıxdıqca görürəm. Mehin Ümbətova tanıyırsan yəqin ki. Deyir ki, heç səhnə müğənnisi deyil, studiya müğənnisidir. Belə bir müsahibəsi var. Səhnə müğənnisisən yoxsa studiya müğənnisi? Mən həm səhnə, həm də studiya, yəni artistəm də. Yəni müğənni deyiləm, müğənni yəqin ki özüdür. Yəqin ki toy mənasında deyib. Yoxsa başa düşmədim nə demək istəyir. Toy mənasında deyirsə düz deyir. Amma mən artistəm, yəni hər tərəfliyəm. Mən həm aktrisayam, həm müğənniyəm, yəni müğənni sözünü sevmirəm, musiqiçiyəm, həm rejissoram, həm dizayneram, hər şeyəm, yəni. Özünüzə qulaq asırsan, Adətən sənətçilər özünə qulaq asmırlar, yəni xoşlamırlar özünə qulaq asmır. Yox, qulaq asıram, amma kimsə yanımda, məsələn, ya harasa restorana gedəndə onlar açanda, ya kimsə mənə görür, mahnımı açır, onda deyirəm, siz açmayın da, onda utanıram. Amma özümü dinləyirəm, bütün mahnılarımı dinləyirəm, hamısını bəyənirəm. Ən bəyəndiyim məncə kədərli bölümdür, yəni bu aralar. Bu dəyişir zamanla. Kədərli bölüm. Mən soundunu çox bəyənirəm, yəni belə soundu mənə çox ciddi gəlir. Keçmişə baxırsan və indi görürsən, bir də gələcəyə baxırsan. Nə görürsən?
Gələcəkdə, gələcək heç də dəyişməyib. Mənim üçün hər şey normaldır, yəni. Onda da əla idim, ümidli idim, xoşbəxt idim. İndi də eləyəm, gələcəkdə də elə olacaq. Ulduz olmaq üçün bu qədər sadəlik lazımdır. Bəli, əsl ulduz olmaq üçün sadə olmaz. Bir də müğənni olanda demirsən ki, heç bir müğənniyə qulaq asmırdın. Çox qəribə bir şeydir bu. Yəni kimisə kumir görsən ya ideal görsən bu sənətə gəlirsən adətən, düzdürmü? Bəli. Amma sən heç kimə qulaq asmamısan. Yəni deyirsən ki, mənim üçün elə bir adam olmayıb. Azərbaycanda dünyada ola bilər. Ya belə, yəni kiməsə oxşayacağam, yox, heç vaxt olmayıb. Azərbaycanda da elə adam olmayıb, amma dinlədiyim, sevdiklərim olub təbii ki. Amma güzgüyə baxmışam da, özümə görmüşəm, demişəm ki, səndə nəsə var. Bax, adını dəyişməyin də misal üçün maraqlıdır. Demirsən ikinci röya bu sənətdə var deyə. Rəqib olmaqdan qorxdunmu, yoxsa necə? Yox, nədən qorxacağam? Hamının öz yoludur. Yox, hamının öz yolu var. Və əslində heç mən dəyişmirdim ki, mənim heç xəbərim 3-cü mahnımda elə hər adamın röya idi. Mənim gözümü açdılar. Dedilər ki, yox, dəyişməlisən, çünki yəni, bu sənin problem yarada bilər. Yəqin məndə də o işığı görüblər ki, zamansı partidasın, dəyiş adı. Adətən fanatlarından söhbət düşəndə deyirlər ki, hissin fanatları uşaqlardır. Amma dünya miqyasında da uşaqlar daha çox kimi sevirsə, o müğənni daha uğurlu müğənni olur. Səndə necədir? Ya, məndə uşaqlar da var, amma tək uşaqlar deyil. Artıq, məsələn, 5-ci ilimdir. 2020-də, məsəl üçün, 15 yaşında uşaq bəyənirsə, həmin uşağın 20 yaşı var, heç uşaq deyil. Çünki uşaq təmiz olur, heç bir art niyyəti olmur. Məsəl üçün, böyüklər kimisə əslində bəyənəndə o özündə özündə eləyə bilmədiyi, görmək istədiyi bir şeyi bir qadında ya artistdə görəndə ya bəyənir, ya deyir ki, yox, bu pisdir, ya söyür. Məsəl üçün, ya özünlə bağlıdır. Təbii ki, uşaqlarda da elədir. Ümumiyyətlə, insan sistemi budur. Amma uşaqlar daha təmiz olduğu üçün düzgün adamı seçə bilirlər, yəni. Saf sevgi, təmiz sevgi olur, bəli. Ona görə tək məndə uşaqlar olsun daha çox. Amma deyil, yəni, daha çox. Sevgidən danışmışkən, bir insan yaşadan sevgi olur. Yaxşı ki, varsan dediyin insan varmı? Var. Niyə dəyişdin? Ya, həmişə deyirəm də, var, yəni. Bəli. Tələbatlı mı sən səncə? Harda? Toyda yox. Bizdə ancaq qazanc toydandır da demək olar. Toyda inanmıram. Yox, məndən daha çox tələbatlı olanlar var. Bəli. Yəni sən sırf gəlirin konsertdəndir, belə başa düşdün? Hə, reklamlar, korporativ tədbirlər, belə, sima da, yəni sima. Nə vaxt sənə 6-8 oxuyan görə bilərik? Ya, onu da eləsəm maraqlı eləyərəm. Eləyə bilərəm, amma maraqlı. Heç qulaq asırsan o tərzdə mahnılara? Yox, təbii ki, qulaq asmıram. Ümumiyyətlə? Yox, ümumiyyətlə qulaq asmıram, yəni. Ola bilər misal üçün xalq mahnısı ola bilər 6-8 stilində. İndi bu bayağı mahnılardan danışmıram. Yox, xalqa da qulaq asmıram, yalan deməyim. Daha çox dünya bazarını araşdırıram. Yaxşı, tam sənin bir sual verəcəm, amma sənin də cavabı gözləyirəm, çünki sən səmimi adamsan. Efirlərin birində bax, Nəfəsi Vəfanı o bayağı oxuyanlar deyirlər. Onları göstərdilər. Doğrudan mı qulaq asmamışdın, yoxsa tanımırdın? Onda demədim, tanıyıram. Amma yox, qulaq asmamışam. Tanıyıram, görmüşəm. Amma həqiqətən qulaq asmamışam. Heç birinin heç bir mahnısını bilmirəm, yəni. Onları sən özün bayağı müğənni və yaxud da mahnılarını bayağı adlandırırsan. Yox, mahnı mənə heç bir hiss vermirsə, mən o mahnını niyə dinləyim, ya da mənə heç bir motivasiya vermirsə, yaxud arxaya baxmıram da, mən qabağa baxıram. Yəni, bayağı görsən onu? Yəqin ki. Yaxşı. Sən özün mədəniyyətimizə nə verirsən bəs ifanla? Çünki sənin ifan da bəzilərinə çatmır. Çatmır. Çatmasın da. Yəni, mən heç nə şeylənmirəm, necə deyim, planlamıram ki, mən sizə bunu göstərəcəm. Yəni, içimdə nə hisslər, nə duyğular, nə görmək istəyirəm, onu verirəm. Yəni, heç kim də demirəm ki, qulaq asın. Amma dinlənilir, sevilir. Çox sağ olsunlar. Azərbaycanda özün kimi qulaq asırsın? Heç kimə. Ya, hamıya qulaq asıram, amma belə hal-hazırda, yəni, playlistimdə yalan deməyəm, heç kim yoxdur. Amma ki, bilirəm kim nə mahnı çıxarır, yəni, musiqi iş görənlərdən deyirəm, amma görürəm, yəni, həqiqətən. Onu biz də gördük. Yeni komanda ilə işləyirsən. Bir ara çəkilmişdin kənara. Prometeydən ayrılmışsan bildiyim qədərindən. İndi yeni komanda ilə da işləyirsən.
Hə, yəni sadəcə komanda böyüyüb. Labeldadır, musiqi yayımdadır. İndiki uşaqlarda belə. Xəyal var, ümid var. Bəli, xəyal var, ümid var. Necədir bunlarla işləmək çətin? Əla. Yol çox asandır. Canın sağ olsun. Bəli. Gəl biraz bundan danış. Canın sağ olsun. Bu mahnı bildiyim qədər bir dəfə Türkiyədə çəkilib deyəsən, sonra bəyənməmisiniz. Onlar işlərini bəyənmədin yoxsa? Yəni yox, bəyənmədik klipi. Nəsə problem var idi, texniki problem var idi orada. Bir də bilmirəm, bir-iki nəsə problem var olub. Xəyal dedi ki, yox, yəni bu kadrlar qurtara bilmərik. Təzədən çəkməliyik. Amma oradan bəzi kadrlar təbii ki, istifadə edəcək. O qədər pul vermişik. Bu belə. İndi xəyal çəkir. Belə. Mən təkcə rejissor kimi yox, prodüser kimi də işləyirəm və onu deyə bilərəm ki, çox gözəl bir sənətçidir və yox, mən əsl artist deyə bilərəm. Dəli doludur. Misal üçün, neçə yaş olsa da məncə uşaqlığını həll etdirmir. Çətin deyil ki, bunları işləmək. Loro dedikləri ev dilində desək, ipini yığmaq çətin deyil ki. Xeyr, əslində elə deyil. Çünki visionumuz üst-üstə düşür. Yəni bəli, düşüncələrimiz üst-üstə düşür. O yüzden də bu konuda problem yaşamırıq. Biz bir çox adamla işləyib. Siz nə vəd verirsiniz? Mən bütün vədlərimi yazılı şəkildə bir neçə dəfə təqdim eləmişəm və o vədləri yerinə yetirirəm bir-bir. Bu da onlardan biridir. Çünki təkcə işin maddi tərəfi yox, bunun işin keyfiyyəti çox, yaradıcılıq tərəfi çox önəmlidir. Mən Röyə yaradıcılığı söz vermişəm və bu belə deyək də qlobala çıxmaq üçün daha böyük işlər görməliyik. Onu vəd eləmişəm. Bunların da hamısını bir-bir eləyəcəm. Qadağalarınız varmı? Təbii ki, amma Çox yemə, axşam makaron yemə. Bax bu da qadağası. Səhər dur idmana get. Oradan çıx vokala get. Oradan da çıx pilatesə get. Oradan da çıx nə? Bax budur, bunları deyir. Bəli. Və çox şadam ki, bir-birimizdən o belə kompromisə gələ bilirik. Onun xəbəri olmuş. Bu klipdə əslində yenə dediyim kimi yaradıcılıq, kreativlik, çünki bilmirəm danışdı klipin. Yox, sən də danış. Siz onunla danışdınız. Belə deyək də bu klip əslində Türkiyədə çəkilmişdi və məndən öncədən çəkilmişdi. Sonra mən baxdım və mənim belə deyək yanaşmamla biraz fərqlidir. Onun üçün də biz bu klipi yenidən çəkməyə qərar aldıq. İdeyanı təqdim edəndə də özü də baxdı, gördü ki, həqiqətən də bu yenidən çəkilməlidir və yəni o klip mənim rəhbərliyim altında çıxa bilməzdi. Nə olsa sizin tərzini dəyişməyə fikirləşin. Yəni çox zövqlüdür. Zövqlərimiz yenə də dediyim kimi üst-üstə düşdüyü üçün burada bir problem yaşamıram və çox zövqlüdür. Mən sadəcə ora qatqı edə bilərəm, nəsə bir gözəlləşdirə bilərəm. Onun üçün də Təqdim edə bilərsən düzgün. bəli, bu çox önəmlidir. Çünki bu çəkdiyimiz işlə də onu mən sübut edəcəm ki, indi yeni başlamışıq işə deyə. Amma bu iş düşünürəm ki, bizim aramızda çox böyük bir o sağlam bir körpü olacaq. Sənin dünya səhnəsini görəcək. Oyda, bilmirəm ki. Bilsək. Yaxşı, gəl bir sual verim. Keçən həftə mən İçinari və İqtisadi müsahibə alanında Avroviziya ilə bağlı bir sual verdim ona. Dedi ki, mən özümü o səhnədə görmək istəmirəm. Ora gedən sənətçilərin çoxusu qayıdır və karyerası uğurlu olmur. Ya evlənirlər, ya da sənətlərində irəliləyə bilmirlər. Görmək istərsən sən də öz. Yəni oxuya bilərəm ya, amma ki yəni buna şey göstərmərəm, mahnı göndərirlər ya. Yəni bu proseslərdən yəqin keçmərəm çünki Ulduzsan, seçimə qatılmarsan yəni. Yox, həvəsim olmaz yəni. Amma gəlib desələr ki, oxumalısan sən, hə, təbii ki, hazırlaşaram, eləyərəm. Amma belə planımda elə bir şey yoxdur. Belə. Amma Özün üçün sənətlərin var sənin ümumiyyətlə? nəyim var? Sənətlər. Yəqin ki, var ha. Qısa giyinmək. Sonra nə var? Özü də qısa giyim olacaq. Sən nə aşırı adamsın. Bu qısa deyil. Bu qısa deyil. Yəni, Qısa necə olur? açıq demək istəyirəm də, yəni bu vulqar. Məsələn, bu vulqar zət deyil, bu çox sweetdir, amma sweet girl, guys. Həyatında olan adamın qadağaları yoxdur belə qısa geyimlər. Qısa deyil axı. Yəni, Qısa bundan artıq. yox, bu vulqar deyil.
Yəni qısa deyəndə mən vulqar deyirəm də. Yəni bunu planlı şəkildə eləyir. Bir məqsədi var. Bunu belə geyinməyin bir məqsədi var, bir şeyi var. Məndə heç bir məqsəd yox. Təşəkkür edirəm sənə. Çox sağ ol. Minnətdaram. Xeyirli uğurlu olsun klipində. Çox sağ olun. Təşəkkür edirəm sizə gəldiyiniz üçün. Hər zaman yanımdasınız. Eyvallah.